Eşidirsiniz mən? Deməyəcəm. Salam, əziz dostlar, əzizlərim, süylü sözlərinizi yığışdırın, daha bəsdirin. Mən bir ildir efirlərə çıxmıram. Səbəb də bilirsiniz niyə görə çıxmıram? Bu şofqalara görə çıxmıram. Siz efirlər özünüzü qıraqdan görürsünüz, hə? Vahşi görürsünüz, siz nəyi reklam edirsiniz? Biz əvvəl efirə çıxmaqdan ötürü bir verilişdə 3 aydan bir görünürdük. Ya təzə vaxtımızda efirə pul verərdik ki, biz efirə çıxaq, efirdə görünək. Mən də qısa giymişəm, demirəm ki, qısa giymişəm. Şortikdə giymişəm, belə də giymişəm, efirdə hamısı gözümüzün qabağında olur. Efirdə sinəm daçılıb, istəmədiyim hallarla rastlaşmışam, hamısı gözünün. Amma bu nə düşüf olub da, nə olub? Dünən TikTokda biri bambunu mahnı oxuyur, görməmiş kimi çıxardırsınız efirlərə. Nə olub? Aparıcılar, hamı səviyyəsizsiniz. Razısınız? Hə? Heç birimizin savadı yoxdur. Hamımızın savadı yoxdur, hamımız. Bu kişilikdən hamı çıxır barmaq sürkəliyirlər. Gör bizə barmaq sürkəliyir cəmaata. Kağılı verənlər, dərs keçənlər. Svito yeri satmış kişilər, kişiciklər dırdaq arası. Siz cəmaata nə ağıl verirsiniz? Bu Azərbaycanda kişi yoxdur ki, çıxıb cəmaata ağıllı məsləhətlər verirsiniz. Siz kimsiniz? Sən olsa satmışsan Svito'yu, bu yoxdur. Fahişə, kimiz gəldi fahişə deyirsiniz. Fahişə qadına yaraşır da, qadının adına oturan. Dədədən, babadan fahişə sözü qadının üstünə oturub. Siz hamınız, nə edirsiniz? Efirdə gör kim bizə barmaq sirkəlir, kim bizə tərbiyə göstərir, kim bizə qeyrət dərsi keçir, məsləhət keçir. Aparıcılar siz nə gündəsiz, kanallar nə gündəsiz, nə düşofqasız, çuşqasız, hamınız çuşqasız, nə günə qalmışsınız. Bir özünüzü qıraqdan görün, pavyona oxşayırsınız. Sizin əlinizdən bir ildir efirə çıxmıram. Mən utanıram.